Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiya'i vel murselin. Seyyidina ve nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Rabbi şrah sadri ve yessir li emri ve hlul uqdeten min lisani yefqahu qavli. Değerli kardeşlerim, her birinizi uca Allah'ın salamıyla salamlayıram. Esselamu aleykum ve rahmetullahi ve berekatuhu deyirəm. Əziz qardaşlar, möhtərəm müsəlmanlar, bugün danışmaq istədiyim mövzu Quran-ı Kərimi oxuya bilməyən müsəlmanlara aiddir. Vallahi bəzi insanlara baxanda insan heyrətə gəlir. Həqiqətən də insan heyrətə gəlir. Onların vəziyyəti insanı uzun-uzadı düşündürür. La ilahe illallah deyir, bəli deyir. Zahirdə namaz da qılır, amma insanın həyatına baxırsan, din onun gündəlik yaşamında sadəcə bir ad kimi qalıb. Uca Allah buyurur ki, Ya eyyühellezine amenu lime tekulune ma la tef'alun kebura maqten indallahi en tekulu ma la tef'alun. Ey iman getirenler, niye etmediğiniz şeyi deyirsiniz? Etmediğiniz şeyi demek Allah yanında büyük gazap doğurur. Günler keçir, insan səhərdən axşama dek dünya işlərinin arxasınca qaçır. Ticarət, qazanc, planlar, harada rahatlıq, əyləncə və keyf varsa ora yönəlir. Ancaq Quran-ı Kərimi öyrənmək məsələsinə gəldikdə isə müxtəlif bəhanələrlə, müxtəlif üzrlərlə, müxtəlif vəsvəsələrlə neynir? Yayınmağa çalışır. Uca Allah, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mən kânetid dünya hemmuhu cealallahu faqrahu beynə ayneyhi və farraqa aleyhi şemlehu. Kim dünya qayğısını əsas məqsəd edərsə, Uca Allah yoxsulluğu onun gözünün önünə qoyar və işlərini pərən-pərən edər. Amma insan bir an dayanıb düşünməlidir. Sələflər deyərdi, Əl-ilmu qabləl qavli vəl-əməl. Elm söz və əməldən əvvəl gəlir. Qardaşlarım, deməli İmam Əl-Buxari bu sözü Səhih kitabında bab başlığı kimi gətirib. Deməli, hədis kitablarında başlıqlar olur. Hər başlığın da özünün adı olur və babların. İmam Buxari də bunu həmin o öz kitabında, Səhih əsərində bu babın başlığı kimi gətirib. Quran-ı Kərimə münasibət məsələsi isə çox ciddi bir ölçüdür. Uca Allah buyurur ki, وَهَذَا كِتَابٌ أَنْزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُوا لَعَلَّكُمْ تُرْحَمُونَ. Bu mübarək kitabdır. Onu izləyin və təqvalı olun ki, rəhm olunasınız. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, Xayrakum mən təalləməl Qur'an və alləməhu. Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəninizdir. Qardaşlarım, Quranı tərk edən və ona biganə yanaşan insan haqqında da Uca Allah xəbərdarlıq edərək belə buyurur. وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən, yəni Qurandan üz çevirərsə, onun həyatı sıxıntılı olar. Quran sadəcə oxumaq üçün deyil. İbn Məs'ud radiyallahu anhu deyirdi, Kunna izə təalləmnə 10 ayət ləm nətəcəvəzuhunnə həttə nə'məl bihinnə. Biz 10 ayə öyrəndikdə onları əməl etmədən keçməzdik. Qiyamətə yaxın elə bir zaman gələcək ki, qardaşlarım, Quran insanların içindən qaldırılacaq. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Yusra bil Qur'an fi leyleti fela yebqa. Yusra bil Qur'an fi leyletin fela yebqa minhu fis suduri ve la fil masahifi şey'un. Quran bir gecədə qaldırılacaq. Nə sinələrdə, nə də səhifələrdə heç nə qalmayacaq. İbn Məcə və digər rəvayətlərdə də məna olaraq belə gəlmişdir. Ona görə də əsas məsələ qəlbin islahıdır. Uca Allah buyurur, İllə mən ətəllahə bi qalbin səlim. Yalnız pak qəlblə Allahın huzuruna gələnlər xilas olar. Qardaşlarım, dünya insanı çox sürükləyir. Amma unutmayaq ki, Uca Allah buyurur, وَمَا الْحَيَاتُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ. Dünya həyatı aldadıcı bir keçici zövqdən başqa bir şey değildir.
Allahdan diləyirik ki, qəlblərimizi Qurana bağlasın, onu oxuyan, anlayan və əməl edən qullarından etsin. Bizi fitnələrdən qoruyub, imanla yaşasın və imanla öldürsün. Amin ya Rabbəl aləmin. Subhanəkəllahumma bihamdik. Nəşhədu ən la ilahə illə ənt. Nəstəğfiruka və nətubu ileyh.